Herkese salam, kanalıma hoş geldiniz. Gördüğünüz gibi burada benim güzel almalarım var. Bugün ben sizlere çok sade reseptlə almalı piçenya resepti bölüşmək istəyirəm. Çox asan hazırlanır, çox sadədir və eləcə də çox dadlıdır. Gördüğünüz gibi mən belə iri almalar götürmüşəm. Siz almaların sayını demək piçenyanızın xəmirinə görə artırıb azalda bilərsiniz və ailə sayınıza görə. Təbii ki, bu almalarımı gözəl bir şəkildə yudum. Yuduqdan sonra qabıqlarını soyub tyorkadan keçirəcəm. Gördüyünüz kimi almalarımı tyorkadan keçirdim. Keçirdikdən sonra isə indi isə keçirik almalarımızın bişirilməsinə. Ne üçün? Tavamı qazımın üzərinə qoydum. Altını yandırırıq. Çok gür ateş olmaz. Vamxodda, biraz vamxodda yandırırıq. Daha sonra tyorkadan keçirdiyim almalarımı tavamın içərisinə tökürəm. Tökdükdən sonra içərisinə bir qaşıq şeker tozu, siz şeker tozunu artırıp azalda bilərsiniz və eyni ilə bir çay qaşığından biraz az, biraz çox darçın tökürəm. Tam bişənə qədər, əriyənə qədər, yəni belə deyim, almalarımızın rəngi dəyişənə qədər və suyunu buraxıb daha sonra suyunu çəkənə qədər güzel bir şekilde pişiririk ve tavamızın kapağını örtmək olmaz. İlk önce almalarımız öz suyunu bırakacak, daha sonra öz suyunu çekecek. Öz suyunu çektikten sonra artık almalarımız hazırdır. Ve piçenyamızı hazırlamak için ilk önce almamızı hazır etməliyik ki, piçenyamızın xəmirini yoğurduğumuz zaman almamız da, yani içlikdə soysun. Gördüğünüz gibi artık almalarım öz suyunu bırakır. Öz suyunu bıraktıktan sonra ve artık rengi de değişmeye başlıyor. Daha sonra ise suyunu çekene kadar pişirip kenara soymağa koyuyorum. Ve üstünde durmak lazım. Yani gazın yanından çekilmek lazım değil ki almalarımız yanmasın. Ve bunu karıştırarak etmek lazımdır ki her tarafı yaxşı pişsin. Ve artık gördüğünüz gibi almaların öz suyunu çekmeye başlıyor. Altını söndürürüm ve daha tez soyması için gördüğünüz gibi qabıma yığıram. Qabıma yığdıktan sonra ilk istiliyi keçənə qədər biraz qabımda qarışdıracağım ki xəmirimiz yoğrulana kimi artıq almamız da soymuş olsun. İndi isə keçirik demək piçenyalarımızın xəmirini yoğurmağa. Yoğurmaq üçün ilk öncə yoğurma qabımın içərisinə bir stakan şeker, 2 yumurta tökürəm və spatula vasitəsilə bunlar bir-birinə tam qarışana qədər yaxşı bir şəkildə bunları qarışdırırım. Yaxşı qarışdırdıqdan sonra bir də onu qeyd etmək istəyirəm ki, bütün istifadə etdiyimiz ərzaqlar otaq temperaturunda olmalıdır. Yəni istiliyi eyni olmalıdır. Soyuducudan çıxardıb bir dəfəlik hazırlamaq olmaz. Daha sonra burada olan 150 qram kərə yağını qabımın içərisinə əlavə edirəm və bir vilka vasitəsilə onu çox gözəl bir şəkildə əzirəm. Onsuz da yumşalıb yetərincə öncədən 1-2 saat qabaq kənara koydum ki yaxşı yumuşalsın. Bunu da bir-birinə tam qarışana qədər qarışdırırıq.
Yaxşıca qarışdırdıqdan sonra yufkamızı qoyuruq kənara. Daha sonra burada mənim 2 stəkan ələnmiş unum var. Un mütləq ələnməlidir. İçərisinə 1 paçka qabartma tozu və 1 paçka vanil, əlavə edirəm və onu yaxşı-yaxşı qarışdırıram. Demək, nə çox bərk, nə çox yumuşaq olmayan bir xəmir hazırlayırıq. Və unumuzu əlavə edən zaman mütləq bir şəkildə az-az əlavə etmək lazımdır. Bu bizim unumuzun keyfiyyətindən asılı olaraq çox və yaxud da az gedə bilər hazırladığımız xəmirə. Daha sonra spatula vasitəsilə xəmirimi yoğururam. Ümumiyyətlə, mən spatula ilə xəmir yoğurmağı çox sevirəm. Həqiqətən yoğuranlar bilir çox nə qədər rahatlıq olduğunu. Gözəl bir xəmir əldə edirik. Çox asan, çox sadə və hər kəsin evində rahat bir şəkildə əlinin altında olan ərzaqlarla hazırlaya biləcəyiniz bir piçenya reseptidir. Artıq xəmirimi yoğurdum. Gördüyünüz kimi yumuşaq, ancaq ələ yapışmayan gözəl bir xəmir alındım. Burada isə demək bişirdiyim almamı gözəl bir şəkildə bunu da soyutdum. Mütləq bir şəkildə soyuq olmalıdır. Daha sonra isə indi isə keçirik piçenyalarımızın forma verilməyinə. İstənilən formadan istifadə edə bilərsiniz. İlk öncə biraz götürürüm və əlimdən belə yumşarıq edirəm. Daha yaxşı görəsiniz. Daha sonra qoyuram və belə gözəl yayıram. İriliyi, kiçikliyi də özünüzdən asılıdır. İri istəsəz daha iri, kiçik istəsəz daha kiçik. Gördüyünüz kimi yaydım. Yaydıqdan sonra içliyimdən qoyuram. İçliyimizdən mən ümumiyyətlə içlik olaraq bütün içliklərin çox olmasını tərəfdarıyam. Amma bəzən elə olur ki, nə qədər çox qoymaya çalışsaq da alınmır. Çünki kənara, bişən zaman kənara tökülməsin deyə məcburən biraz az etməli oluruq. Və daha sonra normal olaraq bu cür bükdüm. Biraz buralarını bərk edirəm. Daha sonra sona qədər bu şəkildə bükürük. Çox asan, çox sadə bir şəkildə. Yenidən birini göstərim. Daha sonra kənarda burada mənim borcam qabım var. İçərisini biraz yağlamışam. Yağlamağıma səbəb odur ki, əslində piçenyalarda heç bir qab yağlamağa ehtiyac yoxdur. Sadəcə mənim borcam qabım. Əslində o təzədir. Təzə olmağına baxmayaraq keçən dəfə içərisində biraz piçenya pişirdiyim zaman biraz yapışma olmuşdu. Çox da yox. Ona görə hər ehtimala istədim biraz yağlayam. Və onu deyim ki, siz bu piçenyanı dur yağla da edə bilərsiniz. Sadəcə olaraq kərə yağı ilə daha dadlı olduğu üçün kərə yağı ilə etsəz daha yaxşı olar. Çox sadə və çox gözəl bir forma. Eyni ilə hamısını edirik və borcam qabımın içərisinə yığacam. Və artıq gördüyünüz kimi piçenyalarımın çiğ halı hazırdır və bükülmə zamanı sonu olaraq, yəni bükdüyümüz zaman sonunu alta doğru qoymaq lazımdır ki, bişən zamanda açılma falan olmasın. İndi isə 180 dərəcəlik sobamda, öncədən isidilmiş sobamda alt üst rejimdə altı qızarana qədər bişirib götürürəm.
Və budur, artıq piçenyalarım tam hazırdır. Üzərinə görüntü olaraq biraz pudra şəkəri səpdim. Siz istəsəz səpməyə də bilərsiniz. Həqiqətən çox asan reseptdir və bişdiyi andan etibarən ətri, qoxusu evi tamamilə bürüyüb. Hazırlamağa dəyər. Çox gözəl, çox asan, çox sadə, yumşaq. Və onu deyim ki, bütün mənim bişirdiyim və kanalımda olan və yeni paylaşacağım bütün piçenya reseptlərinə %100 garanti verirəm ki, qaldığı gündən etibarən, yəni günlərlə qalsa belə öz dadını itirmir, əksinə boyatlaşdıqca daha da dadlanır, daha da gözəl olur. Hazırlamağa dəyər yeni bir piçenya növü, həqiqətən də möhtəşəm oldular. İnşallah ki, videomu bəyənərsiniz. Videomu bəyənsəz kanala abunə olmağı unutmayın ki, mən yeni paylaşımlar paylaşan zaman ilk olaraq siz xəbərdar olasınız. Və videomu bəyənsəz like etməyi unutmayın. Növbəti yemək videolarımda görüşərik. Hələlik.